Osimhen. Ayıp. Ah! Hamınızı salam dostlar, mən Yunus. Bugün sizlerle birlikte yepyeni bir video ile karşınızdayım. Dostlar, bu ne videosudur? Başlıktan da gördüğünüz gibi kariyer modu birinci bölümü çəkirəm. Dostlar, ikinci sezon birinci bölümü. Birinci sezon biraz zibillədi, Real Madrid falan gitti. O da biraz tez oldu. Onu ancaq sezon sonu falan eləməliyik. Və mən tək başıma da oynamalıyam bəzən bunu. Oynayamadım orada və təzdən başlamağa qərar aldım. Ona görə buradan izleseniz sevinirim. Gördüğünüz gibi ilk maç derbidir. Hayır böyle işin. Yani onu da maçımıza başlayalım. Bir dakika. Aklıma ben bir an neyse. Efsanemizi koyduk yani. Gördünüz. Dostlar, gördüğünüz gibi indi burada her şey tamam da yani kadrom. Gördüğünüz gibi benim bu. Immobile falan da filan da. Məncə hər şey belədir. Hətta mən solda keçmək istəyirəm. Neyse solda oynayamıram. Normalda mən olsam belə oynaya bilərik. Mən normalda burada oynayıram amma neyse də kanat oynayaq da. Raşitsa'ya görə dedim mən. Neyse amma olsun. Raşitsa qələt edir. Simi Kılıçoy. Başladık maçımıza. 5. Dostlar, bu arada ayın 29'u Beşiktaş Galatasaray oyunu olacaq. Hətta təsəvvür edin, həm də odur. Elə bir şey təsəvvür edin. Onlar İnönü'yə gəliblər, təsəvvür edin. Və derbi başlıyor. Derbi. Sokanburuk. Ole Gunnar Solskjaer Sokanburuk'a karşı ligin ilk maçı. Böyle maç olar olayır. Böyle maç olur belki de. Ligin ilk maçı derbi olsun. Təkcə Beşiktaş Galatasaray demirəm. Ümumiyyətlə Fenerbahçe Galatasaray. Ne bileyim Trabzon Fenerbahçe. Elə bir şey olubsa çox qəribə bir şeydir. Udokai, Masuaku, Semih Kılıçoy. Elə bir şey olsa, yani Anadolu takımları Allah, bir tane böyle bir şey var. Onda ama Yunus Akgün'dür, mən də Yunus Akgün deyil. Yani gördüğünüz gibi. Ama o sayılmır. O sayılmır. Çünkü o Yunus Akgün'dür. Mən Akgün deyiləm. Mən Qaragünəm. Morata, Getson Fernandes. Verdiği pasımızı Semih'e Davinson aldı. Dostlar, bu arada Davinson sahada bayılmıştı. Xəbəriniz oldusa. Barış Alper Yılmaz gəlir sağdan. Allah. Svensson baba koymaz onları. Gedirəm. Yunus Amanov. Onu görmürsünüz siz. Gedirik. Ortamızı attık. Ağzına tıxaramaz eləyəmədim. Neyse. Barış Alper. Svensson. Yunus. Gedirik. Mükemmeli biz. Olmadı. Rafa Silva bize biraz əsəbləşdi ama neyse bağışla bizi Rafa. Immobile'ye verdi. Haydi onu ne uzaklaştırabilirsen. Olmadı. Masuaku. Bacarsan mən adaşıma bax. Koymayacaqsan. Bax belə şeyləri koymayacaqsan. Koy. Mənim adaşıma çox top gəlməsin də. Yəni indi baskı babalar baskı. Gəlsən qəşəng pas verdin də. Eren bu arada dostlar, Eren Elmalı demişken aklıma şöyle bir espri geldi. Söyleyeyim mi İsmail? Eren Elmalı, Eyen Armutlu veya şöyle diyebiliriz. Eyen Elmalı, Eyen Naneli. Dostlar, İsmail geldim. Ona göre korktum. Neyse. Anladın mı İsmail? Ay. Neyse. Köşe taktiği. Prime Beşiktaş. Ligin başındaki Beşiktaş. Vurdu. Oy! Bizden muhteşem gol. Muhteşem golümüzü attık. Gola bak. Ayda gol izləmədik təkanı taşıb. Dulkerim. 1-0. Mənim qolumla Galatasaray'a çaxdıq.
birinci golumuzu. Dostlar bu arada video fikri tapa bilməyəndə ortaya girən ad neydi bunun? Kariyer modunun min karizma. Sharon'dur. Semi. Yani efsaneye de koymuşum yəqin. Özünüz də gördünüz. Ayda biraz abarttım neyse də. Bilsəydim özüm bilərdim. Felix Udokai. Hardadır Yunus Akgül? Burada mən əsliləm. Əsli mənəm. Verdi Masuaku. Verdi Semi. Verdi Rafa Silva. Immobile. Rafa Silva bu ayak paslarına bayılıyorum ya. Neyse. Rafa Silva. Masuaku. Rafa Silva. Frankowski aldı ve birinci yarı Beşiktaş'ın 1-0 üstünlüğüyle sona erdi. İkinci yarıya geçelim. Başladı Osimhen. Vallahi elə deyirdi. Mən günahım yox. Spiker elə deyirdi. Osimhen, Yunus Akgün. Bir dənə PlayStation'dakı bir dənə spiker var idi. EFC 25'dəki. Elə deyirdi həqiqi. Mənim günahım deyil yəni ki. Semih Kılıçsoy, Frankowski, Muslera, Abdülkerim Bardakçı, Davinson Sanchez. Aldıq topu alanmadı. Muslera, baskı dayıq, baskı baba. Vuracaqsan qabağa da billik, şov eləmə. Immobile, Sharon'dur, Frankowski, Yunus Akgün. Sharon'dur olmadı, Torreira, Yunus Akgün, Gələtif elə. Bu arada həqiqi mənəm. Öz oyuncusu da dedi ki, həqiqi mənəm də. Yəni ki, Frankowski də dedi ki, yəni ki, bura. Ayda yox, Osimhen attı qolu, 1-1 oldu. Ciro Immobile, Getson. Çox ədalətli spiker oldu. Doğrusu, belə spiker var idi. Məsələn, Beşiktaş 5-0 Galatasaray var ya, yenə Konor gəldi. Galatasaray deyəcək, o hardan çıxdı? Neyse, oradakı spiker, hər Galatasaray qoy yiyəndə 100% üzülüb, yəni səsindən elə çıxır da, yəni. Gol deyə səbəblədir. Gol attı, elə dedi sadəcə. Yəni 100% o Galatasaraylıdır, neyse, spiker də Galatasaraylıdır la. Ay bil. Oha! Oyda şeyden çıxamadım, şokundan çıxamadım ona görə. Kül başı var. Oyda Barış neynədin? Oy bula Barış neynədir? Simhen koyma alanı rahat çıxdı aldı. Rafa Silva, Getson, Immobile, Fernando Muslera. Qaçda qurban olun. Neyse səndədir. Bir gol atmalığı. Sharon'dur, Frankowski, Torreira, Davinson. Aldı, verdi. Verdi. Dostlar video sesli oldu. Neyse gözde özüme geldim. Biraz odaklandım. Neyse bu olmadı. Neyse. Masuaku. Görürsünüz danışanda yaxşı oynayamıram. Dostlar. Məndə elə bir şey var. Danışanda yaxşı oynayamıram. Onu düzəldəcəm. Ciro Immobile. Gabriel Sara. Eren Elmağı. Hələ onu eləyəm. Neyse bitti də yəqin ki. Çünki bildiniz də. Çatmayacaq vaxtda 15 dəqiqə deyil. Bitti. Olsun bir sıra lazım. Deplasmanda yine on değil. Yani səhv demişim biraz qarışıqlıq oldu. Olsun deplasmanda çaxdıq da. Çaxdıq deyəndə bir oldu. Bəxtlər yatıb. Olsun. Sağlıq olsun. Bu maçlara baxaq. Belə. Neyse dostlar videom bu kadar idi. Kanalıma abone olup like atmayı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun. Oha ikinci maçınız fərə baxsayla. Bu necə bir şeydir Allah. Oyda.